Biz yaxşı gələcək istəyiriksə, təbii ki, bu məktəbdən başlayır və müəllimdən başlayır. Bunun üçün biz müəllim üçün də yaxşı bir şərait yaratmalıyıq. Çünki normalda biz əgər düşünürüksə, stres altında olan bir imtahandan keçən müəllim, hansı ki, düşünür ki, əgər mən az bal yasam, gələcək bütün karyerama təsir edəcək, eyni zamanda bunun tədris prosesinə və imtahana qədər olan tədris prosesində də onun yaşadığı stres təbii ki, birbaşa, bilavasitə olaraq tələbələrə ötürülür. Müəllim stresə düşdü və stres anında yaza bilmədi. Ümumiyyətlə, stresə düşüb, yəni belə deyək, imtahan vaxtı bloklanan müəllim ən azından insan öz daxili stresini idarə etmə bacarığına malik olmalıdır. Bu müəllim olmasa da 17 yaşında tələbələr qəbul imtahanına hazırlaşır, o stresi idarə edərək yüksək nəticələr toplayır. 20 ilin müəllimi, davamlı eyni dərsi tədris edən insan necə imtahanda, MİQ imtahanında mən qəti şəkildə qəbul eləmirəm onu. Müəllim stresslidir. Biri məsəl üçün deyir ki, həyəcanlandım, yaza bilmədim. Biri deyir stresə düşdüm. Biri deyir evdə dava elədim falan. Yəni biz məsələ bilirsiniz nədir? Biz o 17 yaşında gənc deyirsik. 17 yaşındakı gənc də deyir ki, zəif nəticə toplayan. Stresə düşdüm, yaza bilmədim, kəsildim. Biz onu keçirdirik, yox, sözdə qüvvət deyirəm. Biz onu keçirdirik imtahandan. Xeyr, sən stresə düşdünsə, bu sənin problemindir. Mənim araşdırmalarıma görə hazırda ən böyük problemlərdən biri, xüsusilə MİQ imtahanlarında vaxtların öncədən təyin olunmamasıdır. Və vaxtı təbii ki, tənzimləyə bilməyən müəllimlər, xüsusilə MİQ imtahanının nəticələri və eyni zamanda vaxtları paylaşılandan sonra çox gərgin bir rejimdə hazırlaşmağa başlayırlar. Və MİQ imtahanlarında yəqin ki, siz də şahid olmuşsunuz ki, normalda müəllimlərin ən çox narazılıq etdiyi şeylər xüsusilə suallardır. Və bu sualların xüsusi bir kompetensiyalar olmalıdır ki, bunlar öncədən paylaşılmalıdır və bundan kənara çıxılmamalıdır. Və hər il sonunda bu ümumi göstərici olaraq çıxardılmalıdır ki, bu il müəllimlərin ən çox etdiyi səhvlər xüsusilə bu bölmədəndir. Özümüz də bilirik ki, bir çox bunun barədə deyimlər də var ki, yəni bunu bir təkcə bilik kimi öyrənmək deyil, düşünməyi öyrənməkdir. Ümumiyyətlə elmi düzgün şəkildə və müasir texnologiyalara uyğunlaşdıraraq. Misal üçün, MİQ yalnız bir testi tutaq keçdikdən sonra müsahibə mərhələsi var və seçim mərhələsi var. Və bunların ümumi toplamında, əgər müəllimlərimiz düzgün şəkildə yönləndirilsə, mən elə gəlir ki, yetərli qədər savadlı kadrları var, hansı ki, bəzən imtahan qeyd elədiyim kimi, vaxtlarını öncədən bilmədiklərinə görə və müəyyən şərtlərini öncədən bilmədiklərinə görə həmən göstəriciləri aşağı olur. Bir neçə yanaşma xüsusilə nəyi nəzərdə tuturam? Psixologiya yanaşması. Yəni, təkcə test mərhələsi bunun nəzəri tərəfi deyil də, müəllimlərin psixologiyası, tənqidi yanaşmaları, müasir texnologiyaları nə qədər düzgün istifadə etməsi və onu tətbiq etməsi. Şəxsən mənim də rəhbərliyim altında olan özəl müəssisələrdə biz mütləq şəkildə o dərs prosesini izləyirik. Əgər bu dərsi, eyni zamanda bu xarici dili, bu fənni tədris edən müəllim o sinifin içində auditoriyanı ələ ala bilirsə, təbii ki, o daha çox bir potensiala malikdir. Hansı ki, ona test versəz, müəyyən qədər səhvlər edə bilər. Bu da bizim həmən imtahan günü olan stresimizdən asılıdır və müəyyən faktorlar da burada nəzərə alınmalıdır.